Jurnalist Qəzza sakinlərindən müsahibə aldığı vaxtda İsrailin hücumları ilə rastlaşıb, daha doğrusu intervyu, çəkiliş, reportaj, hücumlar nəticəsində dayanıb. Onlar artıq güllə baranı, atəş iflanı, dağıntıları çəkməyə başlayıblar. Dəhşətli kadrlardır. حلونا يا عمي يا عمي Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında, yubiley sessiyasında Fələstinin tanınması, indi bəzi dövlətlər Fələstini dövlət kimi tanıdılar, elədilər. Benjamin Netanyahu da gəldi, öz dediklərini ümumiyyətlə ikili həll prinsipinin əleyhinə olduğunu bildirdi. Yəni o Fələstin dövlətinin gələcəkdə özünə təhlükə olacağını bildirir. Yeri gəlmişkən Mahmud Abbas ondan əvvəl çıxışında bildirmiş ki, biz heç silahlı ordu, nə bilim, nə xüsusi təhlükə yaradacaq, heç nəyə sahib, malik olmaya da bilərik, tək dövlətimiz yaransın. Yəni Qəzza zolağı da və Qüdsün şərqi də onun tərkib hissəsi olsun, amma Qüds şəhəri İsrailin paytaxtı kimi tanınıb. Amerika Birləşmiş Ştatları kimi böyük dövlətlər tərəfindən hər halda Donald Trump bir 3-4 dənə sülh təklifi, atəşkəs təklifi eləyib tərəflərə. Son çıxışında isə İsrailin İordan çayının qərb sahilini işğal etməsinə maneə törədəcəyini bildirib, yəni razılaşmayacağını deyib. Söhbət nədir? İsrail böyük İsrail yaratmaq istəyir, Fələstin isə Fələstin dövləti olmaqla kifayətlənmək arzusundadır, tək belə bir dövlətimiz olsun. Hələ ki, həll olunmayıb məsələ Həmasın süqutu. Həmas indi terror təşkilatı kimi tanınır, bəziləri hərəkat deyir. Nə deyir? Hər halda Həmas da dinc dayanmır. Həması yaradanlara baxsaq, kimlər yaradıb, sanki buranın daim qaynar nöqtə olması üçün arada partladırlar, terror törədirlər. Yoxsa 2023-cü ilin 7 oktyabr tarixində İsrailə hücum nəticəsində 1200 İsrailinin ölməyi, 251 nəfərin əsir düşməyi, girov götürülməyi, bu, yəni bu müharibənin başlamasına hesablanmış addım idi. Oradakı insanların köçün və s. və ilə axırı gün ərzində ümumiyyətlə reportajlar işləyəndə, materiallar, tərcümələr eləyəndə görürəm dəhşətli, acınacaqlı vəziyyətdir. Binaların bombalanmağı, yeraltı tunellərin dağıdılmağı və s. İsrail tərəfindən də, yəni əslində bəraəti var, nə məndə bəraət var, doğrudan da Həmasın silahları. Bəzi binalarda gizlənirlər, görünür. Yaxın Şərqdə, Yaxın Şərq sülhdən hələ də uzaqdır. Yəni Yaxın Şərqin taleyi qaranlıq qalıb.